Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadət itaatlərinizi qəbul etsin, Allah əcr versin. Bu Aşura gecəsində, Aşura axşamında hamınızı salamlayıram. Allah təbarək və təala İmam Hüseyn əleyhissalamın əzadarlığında bizə böyük əcr və mükafat versin inşallah. Hacı, salamun aleyküm. Aleyküm salam. Allah əcr versin hacı. Allah qəbul eləsin inşallah. Allah inşallah bizi həqiqi əzadarlardan qərar versin. Allah bizi bu günün, bu yevmullahın feyzindən bir nəsib eləməsin inşallah. Amin ya Rabbel Alemin. Hacı, Aşura və ya Tasua günü, Aşura gecəsi Həzrəti Əbülfəzl Abbas əleyhissalama həsr olunmuş bir gündür də, Tasua günü. Və hər gün bizim alimlərimiz, bizim böyüklərimiz hər gün bir şəhidə həsr ediblər, bir qəhrəmanı həsr ediblər. Seçilmiş qəhrəmanlardan. Tasuanı da Həzrət Abbasa həsr ediblər. Həzrət Abbas həqiqətən də qəhrəmanlıq nümunəsidir və vəfa nümunəsidir, səbir nümunəsidir və həmçinin bəsirət nümunəsidir. Onun ziyarətnaməsində də gəlib İmam Sadiq əleyhissalamdan ki, bəs həm vəfa etdi, həm bəsirətli idi və həm də şücaətli, qəhrəman idi. Onun istəyirəm ki, ümumiyyətlə bir neçə xüsusiyyətinə siz toxunasınız və onun sözləri barəsində nəql olunmuş, onun sözlərindən nəql olunmuş hissələrinə, bəzi hissələrinə toxunasınız ki, biz bilək. Çünki şəxsiyyəti tanımaq üçün birinci onun öz sözlərinə müraciət eləyirlər, sonra onun əməllərinə müraciət eləyirlər ki, və bununla biz... Bu yolda necə sabit olur? Bununla biz onun şəxsiyyətini öyrənə bilirik. Bismillahirrahmanirrahim. Və bihi nəstəyin innəhu xeyru nasirin və muin. Allah Teala'nın salavat salamı olsun Peyğəmbərə, əhl-i beytinə və möminlərə. Allah Teala möminləri bu gecənin fəzilətindən bir nəsib eləməsin inşallah. Hətta bəzi mənbələrdə var, bu gecəni də ihya eləmək savabdır, savabı çoxdur. Adam bu gecəni ihya eləyə, ibadət eləyə, itaət eləyə. O Kərbələdəki o gecəni ibadət, itaət eləyənlərə özün qoşaq, onlara oxşaq özün. Çünki Kərbəladə da bu şəxslər yatmadılar, səhərə qədər ibadət, itaət elədilər. Biz sözlərimizdə deyirik, məsələn, ya leytənə kunna mə'kum fənəfuzna fawzan əzima. Kaş biz də sizinlə olaydıq, böyük feyzə yetişəydik, böyük dərəcəyə çataydıq. İndi biz onlarla o məkan baxımından, zaman baxımından da bir ola bilməsək, bir zamana düşə bilməsək. Amma əməl baxımından, fikir baxımından, ondan sonra həmrəylik baxımından bir məqam, yəni bir dərəcədə özümüzü bir həddə çatdıra bilərik. Ki, düzdür, biz məsələn Kərbəla şəhidlərinin nə o şəhadət məqamına çata bilmirik, nə onların əməl dərəcəsinə çata bilmirik. Amma ən azı özümüzü onlara oxşada bilirik də. Yəni, həmin o ya leytənə kunnə mə'kum fənəfuzna fawzan əziməni əməli surətdə biz bugünkü gün elə bil yerinə yetirə bilərik, bərpa eləyə bilərik ki, ibadət eləyək, itaət eləyək, razı niyaz eləyək, Allahdan günahlarımızın bağışlanmağını istəyək, ümumi dua eləyək, xüsusi dua eləyək, xəstələri, iltimas eləyənləri, heç bizə deməyənləri, ümumi millətin, insanların, insaniyyətin dərdlərini dua eləyək, Allahdan istəyək. Həm də elə bir növ onlarla həmrəy olmaqdır ki, onlar da bu gecəni möhlət aldılar, səhərə qədər ibadət elədilər, itaət elədilər. Keçən dəfə də işarə elədik, ona deyir, o elə bil ki, arı pətəkləri idi, xeymələr, hamı orada zümzüm eləyirdi. Hamı Allahla öz arasında sakit-sakit razı niyaz eləyirdi. O gecənin bir aləmində səs salmışdı ətrafa. Adam da o ibadəti itaət eləyə səhərə qədər qəmgin ola, narahat ola, özün Peyğəmbərin, əhl-i beytinin, balalarının müsibətində
şərik bilə, əza libası giyə çox yaxşıdır, çox fəzilətlidir. Çünki bizim bu qapıdan başqa bir qapı yoxumuzdur və hətta bəzən bu qapını tanımaq istəməyənlər də gizdində elə bu qapıya gəlib gedirlər. Ancaq belə üzə çıxartmırlar, təbəssür eləyirlər, falan eləyirlər. Bu bir daha yoxlanılmış bir şeydir, təcrübədən keçirilmiş bir şeydir. Bizdə bu qapıya müsəlman gəldi, qeyri-müsəlman gəldi, fərq eləmir. O qədər misallar var. Kərəm qapısı. Kərəm qapısıdır. Allahın kərəm qapılarıdır bunlar. Bu gecələrdən faydalanaq və qaldı şəxslər ki, Kərbəlada olublar. Biz neçə gün daha bu mövzuda danışdıq. Onlar bir dəstə insanlar olublar. Həm imamət məqamını tanıyıblar, həm də o şəxsən imamın özünü tanıyıblar. Və ona görə də sabit qədəm qalıblar. Ona görə də hətta Peyğəmbərin yanında olan səhabələrdən də, Əli əleyhissalamın da yanında olan səhabələrdən də üstün olurlar İmam Hüseyin əleyhissalam. O şeyi mən istəyirdim elə İmamın öz dilindən oxuyaq, sonra siz ona keçərsiniz. Burada İmam Səccad əleyhissalamdandır ki, bəs Aşura gecəsində İmam bütün əhləyalını və əshabını yığdı. Və mən də deyir, qulaq as, xeymədə xəstə yatmışdı İmam. Deyir, mən də qulaq astım. Gördüm, İmam Həmdü Səna ilə başladı, xutbə oxudu. Sonra buyurdu ki, çıxın gedin də və hazəl-leyl qad qəşiyəkum fəttəxizuhu cəmələ. Gecə qaranlıq düşüb, bunu qənimət bilin və çıxın gedin. Deyir, burada sükut çöktü bir anlıq. Heç kəs danışmadı, dinmədi. İlk deyir, sükutu pozan Həzrət Abbas oldu. Ki, bugün də ona həsr olunur. Həzrət Abbas oldu. 2 dənə, 3 dənə söz deyib. Və bu söz həqiqətən də onun ruhiyyəsini və imama baxışını orada ifadə edir. Buyurur ki, Limə nəfəl, linəbqa bə'dək, la ərənə Allahu zəlikə əbədə. Deyir, nə üçün bunu eləyək? Səni nə üçün qoyub gedək? Səndən sonra yaşayaq. Yəni, adətən insan müharibədən zaten niyə qaçır? Sağ qalmaq üçün də yaşayaq. Səndən sonra yaşayaq, Allah o günü bizə heç vaxt göstərməsin. Hələ, Əbəlfəz əleyhissalamın ondan sonra deyir, İmam o sözü dedi ki, bəs ilahi sən şahid ol ki, mən öz əhl-i beytimdən və öz əshabımın daha yaxşısını tanımadım. Siz əvvəldə az işarə elədiniz ki, bu günlərin hərəsini bu şəhidlərin birinə məxsus eləyiblər. Bu gecədə, xüsusən o Aşuranın gecəsi, bizim dilimizdə Tasua axşamı məşhurlaşma, əslində Aşura axşamında, indi axşam axı gündüzdən qabağa gəlir, indi o elə bir fərq eləmir. Bu günü məhz Aşuraya yapışmış bir gecəni Əbəlfəz əleyhissalamı məxsus eləyiblər. Üləmalar, adət belə olub. Bu gecədə Əbəlfəz əleyhissalamdan rozalar oxunar, mərsiyələr oxunar. Onun şücaətlərindən danışırlar. O Aşuranın elə bir ki, demək olar ki, daha da Aşuraya yapışıb da ondan sonra İmam Hüseyin əsr edirlər. Bunun özünün də bir elə tək alimlərin fikri deyil. İmam Hüseyin əleyhissalamın da bəzi əməllərindən, bəzi işlərindən bunu da belə iqtibas eləmək olur, ələ gətirmək olur. Sən biri Əbəlfəz əleyhissalamın məzarı şərifinin ayrıda olması mövzusu. Xüsusi olması, bəli. Mən bir dəfə o mövzuda araşdırdım və elə təsadüfən çıxdı qarşıma. Deməli, 2 dənə söz deyirlər. Birincisi, Əbəlfəz əleyhissalamın cənazəsi, nəşi bədəni bir vəziyyətə düşmüşdü. Götürüb aparmalı döyürdü bir tərəfə. Ona görə qaldı orada. İkincisi, bu var bu söz. Amma ikincisi, daha belə də biraz, deyək ki, dolğundur. Deyir, Əbəlfəz əleyhissalam ki, siz də əvvəldə işarə elədiniz, o dərəcədə nümunələr, səbrin nümunəsi, itaətin nümunəsi, imama bağlığın nümunəsi, bəsirətin nümunəsi, heç kim, heç bir vəziyyətdə
Yəni Onu imamdan ayırmaq istəyirlər. O siyasəti işlətdilər ki, imamdan əməlnamə əməlnamə göndərsinlər. filan, amma ayıra bilmədilər. Ayıra bilmədilər. Və hətta mənə acı çox məşhurdur bu söz. Mən bilmirəm bu sənətdə bir yerdə, rivayətdə yadda gəlir. Deyir, İmam Hüseyin əleyhissalam o elmi imaməti ilə, ilahi elmi ilə şəhidlərə beşdəki məqamların göstərir. Hacı var burada, sənədi var. Bəli. İmam Sadiq əleyhissalam. Bəli, hamı öz yəni məşhurdur. Mənim zehnimdən çıxıb onu bir yerdə görməyim. Hamı o beşdəki məqamına baxırdı. Əbülfəz əleyhissalam budur da həmin söz. Əbülfəz əleyhissalam. Bəli, o beşdəki məqamlarını göstərdi. O sözü bayaq oxudum burada kitabda, amma sizin o sondakı o şeyi mənə rastıma gəlmir. Bəlkə də var, bilmirəm. O deyir, hamıya məqamını göstərəndə Əbülfəz əleyhissalam İmam Hüseyin əleyhissalamın üzünə baxırdı. Deyir, ona dedilər ya, İmam Hüseyin əleyhissalam dedi ki, niyə beşdəki məqamıma baxmırsan? Deyir, mən ən yüksək məqamım sənin üzvə baxmaqdır, sənin camalığa baxmaqdır. O imamı tanımaq və o bəsirətdən irəli gəlir. Həzrəti Rəsulullahdan bir dənə hədis var, amma hədisi qüdüsüdür. Merac gecəsində Allah Teala Həzrəti Peyğəmbərə deyib bir əməl barəsində. Deyir ki, ey mənim Rəsulum, sənin ümmətindən kimsə gündüz halal ruzu dalayacaq, bir iş dalayacaq, ya bir nəfsi, ya belə hərbi cihad dalayacaq gedə. Axşam bir aləmdə durar, gecənin qaranlığında bir vaxtda müstəhəb əməllə, gecə namazı ilə məşğul ola. O yorğunluqdan gələ səcdədə onu yuxu tuta. Ona xüsusi bir əcrim var. Xüsusi bir mükafatım, hədiyyəm var. Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm soruşur ki, ilahi, nədir o? Deyir, sənin əhl-i beytin camalını göstərəcəm beşdə olaraq. Əhl-i beytin camalını olar. Beşdə əhl-i beyti çox görən olacaq. Amma deyir, xüsusi adamlara onun camalını göstərəcəm. Ona görə də Əbülfəz əleyhissalam dünyada o camalı görürdü. Dünyada o camalı görürdü. Camalla surət fərq eləyər. Bunu məşhur sözdür. Çox da eşitmişik. Məsələn, biz 2 dənə aşiq və 2 dənə məşuq varımızdır. Tarixdəki Quran onlardan bəhs eləyib, geniş surətdə adını da Əhsən əl-Qəsəs deyib, qissələrin ən gözəli. Orada bir dənə məşuq var, 2 dənə aşiq. Biri Züleyxadır, biri Həzrəti Yəqubdur. Məşuq amma Həzrəti Yusufdur. O da Yusuf sevir, bu da Yusuf sevir. Sevgi də belə hər şeyi yerindədir. Nədən bilirik? Nəticədən bilirik. O da ağladı, gözləri kör oldu. Züleyxa da ağladı, gözləri kör oldu. Yaxşı, belə baxanda eşqin zahiri elə bərabər gedirdi, bir yerdə gedirdi. Amma eşqin o həqiqətində, kunhində, özəyində fərq var idi. Fərq var idi. Mahiyyətində fərq var idi. Züleyxa Həzrəti Yusufun surətinə aşıq olmuşdu. Həzrəti Yəqub Yusufun camalına aşıq olmuşdu. Həzrəti Yusuf, Həzrəti Yəqub ağlamırdı ki, gözəl bir oğlumu itirmişəm. Həzrəti Yusufun heç görübsünüz, haradasa bir gözəlliyindən Həzrəti Yəqub danışsın, yox. Züleyxa o şəhvət hissi ilə, ondan sonra belə bu heyvani hissi ilə Həzrəti Yusufun gözəlliyinə aşıq olmuşdu. Amma Həzrəti Yəqub onun camalına, məqamına aşıq olmuşdu. Amma onun da gözü kör oldu, bunun da gözü kör oldu. Zahiri baxımdan bərabərdilər. Amma batini baxımından görünərdir. Nə qədər fərq var. Fərqinin biri də elə bundadır ki, axırda Züleyxa da gəldi, camal pərəst oldu. Camal, o məcazi eşqdən həqiqi eşqə keçdi, o məqama çatdı. İndi o, biz gördüyümüz, məsələn, Əli Əleyhisselamın zamanında yaşayan, ya biz inşallah Allah qismət eləsin gələn Aşuranı, hələ bir gün də vaxt var, bugünkü sabahki Aşuranı İmam zamanla qeyd edək. Biz yaşasaq, ya yaşayanlar imamı görəcəklər, vücudların görəcəklər, üzlərin görəcəklər, hərəkətlərin, danışıqların. Amma onların cəmalını görməyəcəklər. Onların məqamın
dərk eləmək çətin olacaq. Ona görə Əbəlfəz əleyhissalam o qədər bəsirətli, o qədər təqvalı, o qədər imanlı, o qədər Allah'a bağlı və Allahdan başqa heç bir şeyə əhəmiyyət verməyən adam idi ki, o Allahdan qayıtmışdı, o şeyin əsfarında demir. Molla Sədran. Molla Sədranın 4 dənə səfərdə bəndənin özünün özündə, özü ilə Allahından təzədən xalqında, Allahdan təzədən xalqa qayıtmaq. Sonra da xalqla birgə Allaha qayıtmaq. İndi mən o qəsdən onu tam şəkildə izah eləmək deyir, heç zehnimdə deyir, amma yadıma nəyə görə onu dedim. İnsan gəlir bir gün, qayıdır, qalxır, Allaha çatanda Allah onu qaytarır, deyir, qayıt dala, bir də gəl. Baxın, Quran-ı Kərimdəki ayə deyirdi, İn kuntum tuhibbunəllah, fəttəbi'uni yuhbibkumullah. Bunlar dedi, biz Allah'ı seviyoruz. Əlbəttə, onlar iddia eləyirdilər. İddia eləyirdilər, amma elə həqiqəti də budur. Əgər Allah'ı sevirsinizsə, qaydın Peyğəmbəri sevin, sonra mən də sizi sevəcəm. Mən gəlirəm, Peyğəmbərə itaət ediyorum, mən də sizi sevəcəm. Məsələn, mən gəlirəm birinin qapısına, deyir ki, get filan kəslə gəl. Mən orada başa düşürəm filan kəslə gəlməliymişəm. İnsan xəlifətullahdır, hamısı. Amma bu xəlifətullahların içərisində höccətullahlar da var. Adam xəlifətullah ünvanında gedir Allah'ın o müxəllifinin qarşısına, o da deyir ki, mənim orada höccətim var, ged ondan gələrsən. Ona görə adam o məqama çatanda qayıdır, gəlir bura. Öyle vəbtəğu iləyhil vəsilərin də bir mənası budur. Gedirsən, çatırsan ora, tək gəlmirsən, əl boş gəlmirsən, nəyə gəlmirsən. Belə adi misalla da, məsələn də getmirsən, dərman almağa aptekdən resipin yoxdur əlində. Sən necə alatsan onu? Yaxşı, gəlmirsən ora, Allah Teala deyir ki, tək gəlmirsən. Tək gəlmirsən. Səndə bir şey çatışmır. Nədir o? Deyir ki, qayıt ged ora. İnsanlar, o kamil insanlar o məqama çatandan sonra gəlirlər təzədən bu. Əlbəttə elə bunun köməkliyi ilə çatırlar, Höccətullahın köməkliyi ilə çatırlar. Amma bunlar elə bilirlər ki, bu Höccətullah bizi elə ora ötürüb, özü burada dayanmaq. Gəlsin, məsələn, qaldırsın, ötürsün, özü dayansın, qaldırsın, ötürsün. Sonra ora çatandan sonra biz başa düşürük, yox. Biz elə onun əlindən tutmalıydı, onunla gəlməliydik. İndi bu misalım Əbəlfəz əleyhissalam barəsində bilmirəm necə doğrulda bildim. Məqsədim bu idi ki, Əbəlfəz əleyhissalam Allaha elə bir müti adam idi, elə bir şəxsiyyət idi. Təbii də o cür olmalıdır. O Həzrəti Əli əleyhissalamın evində, onun sülbü oğlu idi yerində. Onun evində böyüyümüşdü, onun tərbiyəsi altında yerində. Həzrəti Əbəlfəz əleyhissalamın 2 dənə qardaşı var idi, Höccətullah idi, Allahın imamı idi. Bunlar da böyük qardaşı idi. Hələ atası Əlidən əlavə bu 2 dənə qardaş. Ata məsələn ola bilər gündə məsələn 24 saatın 2 saatını görür uşağı. Amma qardaşı xüsusən də məsələn o gənc yaşında, uşaq yaşında demək olar ki, bir yerdə olurdu. Elə uşaq biraz böyüyəndən sonra uşağı evdə bacısı qardaşı saxlayırdı. Elə deyir acı. Məsələn, biraz çox uşaq olanda elə bacı qardaş saxlayır. Yaxşı. Hətta görürsən, məsələn, bəzən böyük bacı deyir ki, mən buna analıq eləmişəm. İndi məsələn, İmam Həsən, İmam Hüseyin əleyhissalamda Əbəlfəz əleyhissalama atalıq da eləyiblər elə. İndi Həzrəti Əlinin övladı ola. Onun birbaşa demək olar ki, nəzarəti altında. İmam Həsən və İmam Hüseyin əleyhissalam kimi şəxsiyyətlərin, Allahın bir nömrəli insanlarının o tərbiyəsinin, əxlaqının, elminin ondan sonra altında bir insan böyüyə, təbiidir, oradan elə bildiyimiz Əbəlfəz olmalıydı. Ondan əsli bir şey ola bilməzdi. Yaxşı, xüsusən də insan özü də gəlib elə bir məqama çatandan sonra bəsirət əhli olmalıdır. Çünki biz Həzrəti Nuhun oğlu olmadı.
Onun da nə qədər və yaxud da Həzrət Əlinin, Həzrət Əbülfəzdən başqa digər övladlar. digər övladlar da var idi, bəli. Heç biri Həzrət Əbülfəz məqamına olmadılar. Yəni o bir məqam idi ki, Əbülfəz əleyhissalam qazanmışdı onu Allah Taala'ya bağlılığından və imamın itaətindən. İmamın itaətindən. Ona görə deyir ki, "Vallahi in qata'tumu yamini inni uhami əbədən an din." And olsun Allaha. Qollarımı da kəssöz, sağımı da kəssöz, yenə mən nə edəcəm? Dinimdən müdafiə edəcəm. Özdə demir, ən imam, ən dini. Üstad o sözün içində. Yəni, qardaşımı demir orada. Bəli, qardaşımı demir. Təkcə bioloji bağlılıq demir. Özdə məsələn də, hətta imam da demir, deyir, ən dini. Burada bir dənə söz deyib, çox dərin mənalı bir söz. Yəni, o bugünkülərə də cavabdır. Onlar ki, deyirlər, deyir ki, məsələn, İmam Hüseyin dindir. Əbülfəz əleyhissalam onlara cavab verir ki, "Vallahi uham əbədən ən dini." Əbülfəz əleyhissalam orada kimdən müdafiə edirdi? İmam Hüseyin əleyhissalamdan. Elə deyir, şəxs kimi. Amma kəlməsi nə deyirdi? Dindir. Dinimdən. Yəni İmam Hüseyin əleyhissalam dindir. İmam Hüseyin əleyhissalam dindir. Təbiidir, o dediyim kimi, o böyük bir, biz nə bilirik Əbülfəz əleyhissalam barəsində? Nə danışa bilərik acı? O kəs ki, imam ona deyir ki, sənə fəda olun. Bəli. 5 dənə məsum əlini öpüb. Seyid, bir daha salamlayırıq sizi. Zülli Sabrin də Hacı sözünü tamamlasın inşallah. Buyurun Hacı. Sözümüz Seyid Əbülfəz əleyhissalamın məqamında idi. Bəli, ki, bir kamil insan idi. Hətta bəzən mənim yadıma gəlir bizim kətlərdə, hətta deyərdər Əlinin bir səbir oğlu. Əleynin qəzəb oğlu. Qəzəb oğlu, yəni o əslində tam kamil bir şəxsiyyət idi də, qəzəbdən məqsəd o şücaət idi. Ya, məsələn, əgər bu sözü demək düzgündürsə, dini qəzəb idi o. Yəni, o cəhətdən idi. Hədislərdə var ki, Bəni Haşim onun qırmızı xətti idi. Yəni, nə vaxt Bəni Haşim nə əlaqədar? Kimsə bir yava danışsaydı, ağız səbri yox idi. Hacı biz əvvəldən dedik o ayrı ki, bu gecənin ayrıca Əbülfəz əleyhissalam məxsus olmağına dedik ki, o gəlib qəbrinin də ayrı olması deyir. İmam Hüseyin əleyhissalam onu elə qoydu, orada qaldı ki, İmam Zeynal Abidin də dəfn eləyəndə, yəni İmam Hüseyin əleyhissalam hamını gətirdi, gətirmədi, qaldı orada. İmam Səccad əleyhissalam da onu ayrıca dəfn elədi. Şəhidləri yığdı imam başına. Amma onu ayrıca dəfn ki, Əbülfəz əleyhissalamın məqamına görədir ki, o ayrıca ziyarət olunsun. Müstəqillik bilinsin. O qapıya insanlar ayrıca daxil olsunlar, ayrıca tanısınlar o qapını. O baxımdandır verilir. İmam Hüseyin... Gör, imam nə qədər düzdür, bu söz biraz cılızdır imamın məqamının yanında, amma deyirik də. Gör, nə qədər uzaq görən, bu günləri görüb ki, onu ayrı qoydu ki, hərəmi ayrı olsun. Beynəl hərəmin ki, günləri nə qədər insanların əqidəsində təsir edir. Birdən, məsələn, Əbülfəz əleyhissalamın da mübarək cənazəsi, İmam Hüseyin əleyhissalamın cənazəsi ilə bir yerdə elə o biri şəhidlərlə dəfn olunsaydı, indi bizim beynəl hərəmimiz yox idi. Beynəl hərəmin indi bir dənə məktəbdir, bir dənə universitetdir, bir dənə məqamdır ki, insanlar görsən də orada da elə mərsiyələr onun üstündə qurulub, nohələr onun üstündə qurulub, insanlar məsələn də hətta gedib elə bir şəkil çəkdirəndə görsən oradan bir şəkil çəkdirir, onu da bir iftixarla saxlayır özündəki. O da Əbülfəz əleyhissalamın o mübarək demək olar ki, qəbrinin ayrıca olmasındandır ki, belə bu idi sözümüz Seyid ki, deməli o müstəqil dəfn olundu. Bu gecə ki, Əbülfəz əleyhissalama ayrılıb, o qəbri də müstəqil oldu. Onun o məqamına görə idi, sədaqətinə görə idi, imamətə bağlılığına görə idi. Və o imamın, biz dedik, bayaq danışırdıq ki, o behiştin ki, göstərəndə İmam Hüseyin əleyhissalam məqamın, şəhidlərə Əbülfəz əleyhissalam İmam Hüseyin əleyhissalamın üzünə baxırdı. Deyirdi ki, mənim
ən böyük behiştim. Bizim Lara dildə desək, ya Rozaxan dilinə desək, mənim behiştim elə sənin üzündür. Amma onun üzümdə o Hacı ilə biraz danışdıq o mövzuda ki, o cəmalı imamın surətindən fərqlidir də zahiri görünüşü ayədir. Belə bir sözü... Hacı əslində bu nədən bəlkə də ilhamlanır? Bilmirəm, hədisdə var, o hissə, bilmirəm hədisdə var yoxsa yox. O 5-dəki məqamlarını göstərmə hissəsi var hədisdə ki, imam o 5-dəki məqama Həzrət Əbəlfəzin 5-dəki məqamına baxmaması, imamın cəmalına baxsa, onu bilməm hədisdə var yoxsa yox. Mən çox eşitmişəm onu. Şairlər bunu dillər əzbəridir, şairlər bunu nəzmə çəkiblər, şey ediblər. Burada nə yadıma düşdü? Deyir, Həzrət Peyğəmbər Meyraca gedəndə Allah Teala ona 5-dəki məqamını göstərir. Nə ki, sən harada olacaqsan, sən məqam necədir? Gözünün ucu ilə də baxmadı o 5-dəki məqamına ki, Allahın görüşünə tələsirdi. Həzrəti Rəsulullahın belə məqamının yüksəkliyinin biri də onda idi ki, bir neçə dənə Peyğəmbər gördü 5-də o məqamı, getdi, qayıtmadı, məsələn, orada qaldı. Amma Həzrəti Rəsulullah baxmadı və hətta o qalmaq təmənnasında da olmadı. Yəni, o Həzrət Abbas əleyhissalam ki, biz tanıyırıq, suyu götürdü, içmədi. Yəqin ki, cənnətdəki məqamına da baxmazdı İmam Hüseyin huzurundakı ayıbdır bu. Aşıqa yaraşan hərəkət deyil. Seyid, Həzrət Əbəlfəz ağanın məqamının bu cür uca olması və Həzrət İmam Hüseyin əleyhissalamın sərkərdəsi, bayraqdarı olması və ümumiyyətlə ona bu məqamı nə qazandırırdı və yaxud da Hacı ilə o məsələləri müzakirə edir. Bəzi məsələlərə toxunmuş, istəyirik sizin dilinizdən də o məsələ ilə bağlı bir açıqlama gətirəsiniz istəyirik. Həzrət Abbas əleyhissalama iradəti bildirmək baxımından, ehtiram baxımından Hacıdan üzr istəyərək, sizdən üzr istəyərək kəlmə deyim. Həzrət Abbas əleyhissalamın Kərbəlaya qədər bir xütbəsi, bir çıxışı yoxdur. Bir dənə ona mənsub edilən xütbə var Məkkədə, o da sənədi tam kamil deyil. Belə götürəndə məşhur budur ki, Həzrət Abbas əleyhissalamın o qolu kəsiləndən sonra vurduğu rəcəzdən başqa, İmam Hüseyin əleyhissalamdan aldığı icazədən başqa bir sözü yoxdur. Alimlərdən biri bunu qəribə formada izah edir. Deyir ki, Əbəlfəz əleyhissalamın ləqəbi nə idi? Qəmər, ay. Ayın da funksiyası peyçdir. Məsələn, ay yerin peyçidir. Günəşdən işığını alır. Həzrət Abbas əleyhissalamın 4 bildiyimiz qədəri 4 məsumun dövründə yaşayıb. Əli əleyhissalam 5 məsum. İmam Baqir əleyhissalam. Hə. İmam Baqir əleyhissalam da. Həzrət Hüseyin əleyhissalam, İmam Hüseyin əleyhissalam, İmam Baqir əleyhissalam. İmam Baqir əleyhissalam da Kərbəlada. Amma onlar hələ imam deyildilər də. Yəni imamət olaraq bilqüvvə imam idilər. Bilqüvvə imam idilər. İmamlar da hidayət günəşləridir. Daim işığını onlardan aldığı üçün heç vaxt özünü mərkəzə çevirmədi. Heç vaxt İmam Hüseyin əleyhissalama qardaş demədi. Bəzən bu deyilir, izahı olunmur, bəlkə də izahı aydındır, amma yenə deyilsə elə bilirəm daha yaxşı olur. Ona görə qardaş demirdi ki, Həzrət Abbas əleyhissalam özünü imamətin, vilayətin xidmətçisi nökəri hesab edirdi. Necə xanım Zəhra salamullah əleyhə Peyğəmbərə ata demirdi, ya Rəsulallah deyirdi. Hətta bəzən Peyğəmbər də deyirdi, mən ata deyir. O da bir dəfə ata deyirdi, təzədən Peyğəmbərin sözünə, təzədən ya Rəsulallah deyirdi. Yəni o ilahi vəzifəni, şəxsi o münasibətdən çox üstün bilirdi. Bu da yəni planlı deyildi. Əbəlfəz əleyhissalam ruhu o idi. Necə ki, məsələn, Əbəlfəz əleyhissalam Siffin döyüşçüsüdür də, döyüşçüdür. Döyüşçü də döyüş üçün can atır, qeyrəti götürmür, istəyir ki, nələrsə eləsin. Amma İmam Hüseyin ağa buyurub, dayan yerində ən sonuncu şəhiddir. Onda da İmam Hüseyin ağanın əmrinin dəqiqliyinə görə deyib get, su gətir. Döyüş, yəni əslində döyüş icazəsi deyil, su gətirmək. Ona görə yazırlar ki, ox su tuluğuna dəyəndə Əbəlfəz əleyhissalam artıq xeymələrə tərəf gəlmək
fikrini dəyişdi. Gördülər, qayıtdı döyüşün mərkəzinə. Yəni o əmri sabit oldu da. Xeyməyə gedəcəm, getməsəm daha yaxşı olar. Getməsəm daha yaxşı olar. Və yazırlar, Əli əleyhissalam Rasulullah sallallahu aleyhi və aleyhi üçün kim idisə, Həzrət Abbas əleyhissalam da İmam Hüseyin əleyhissalam üçün o idi. Xüsusilə bayraqdarlıq, ələmdarlıq baxımından. Yazırlar ki, Əli əleyhissalam döyüşlərin birində yaralandı. Sağ əli yaralandı, bayraq düşdü yerə. Elə möhkəm yaralandı ki, bayraq düşdü yerə. Bir-iki nəfər cəhd tərpənib bayrağı götürmək istəyəndə Rasulullah sallallahu aleyhi və aleyhi ucadan hayqırdı ki, verin o bayrağı Əli sol əli ilə tutsun. Onun sol əli sizin sağ əlinizdən yaxşıdır. Eyni işi Həzrət Abbas əleyhissalam sağ qolunu kəsən kimi bayrağı sol əlində tutur, məşki də, su tuluğunu da dişi ilə tutur, sol qolunu da kəsəndən sonra suyu da saxlamalıdır və bu tarixdir. Bu, yəni Rozaxan sözü deyil. Rozaxanlar da Allah canlarını sağ eləsin, çoxun tarixdən götürürlər də şairlərimiz. Əllərinin qalan hissəsi ilə bayrağı sinəsinə möhkəm sıxır ki, bayraq düşməsin. İmam Hüseyin buyurmuşdu, əndə sahibu livai. Mənim bayraqdarımsan. Sən getsən, şəhid olsan, mənim qoşunumun izzəti dağlar. Pərakəndə olar qoşun. Təfərrəqə əsgəri. Yəni, sən bir xalqsan, qoşunsan tək başına. İbrahim əleyhissalam kimi. Məşki dişində tutur. Sonra gözünə ox. Demək istəyirəm ki, onun sadiqliyi, sədaqəti özünü göstərirdi. Ona maraqlı deyildi, mən nə edə bilərəm, nə edə bilmərəm. Ona maraqlı bu idi. Mən nə etsəm İmam Hüseyin razı qalır. O imamətə bağlılıq İmam Sadiq əleyhissalam ziyarətnamə söyləyir və buyurur ki, Əssalamu aleyke əyyuhəl abdus salih. Abdü salih kimdir? Biz namazda Abdü salihə salam göndərir. Esselamu aleyna və ala ibadillah salihin. Salam olsun Allah'ın salih bəndələrinə. İbrahim əleyhissalam salih bəndələr olmağı Allah'tan istəyir. Rəbbi həbli hukmən və əlhəqni bis salih. Bütün peyğəmbərlər, bütün peyğəmbərlər dualarında var. Əvvəlfəz əleyhissalama olan bir eşqin kökü Quran-ı Kərimdədir. İnnellezîne âmenû və amilis salihat seyec'alu lehumur rahmanu vudda. Əməli salihlərə, əbd-i salihlərə Allah bir məhəbbət yaradıb insanların qəlbində. Və bu kimi və bir də bir məsələ Abbas əleyhissalam Kərbəladan qabaq fəqih əhl-i beyt kimi olurdu. Əhl-i beytin ərcəyi təqlidi, fəqihi, müctəhidi. Yəni bu qədər məqamı yüksək idi və nə eləmişdisə o günə qədər çox maraqlıdır. Mən bunu böyük ariflərin də dilinə eşidirəm, tədqiqatçı alimlərin də dilinə eşidirəm. O tarixdə məktəllərdə də var ki, nə qədər ki Həzrət Abbas əleyhissalam sağ idi, hərəmlərdə bir aramlıq var idi, bir sakitçilik var idi. Ki Abbas sağdır. Elə ki İmam Hüseyin ağa gəldi, sakitcə, heç nə demədən öz halı ilə sözü dedi. Əvvəlfəz əleyhissalamın çadırının sütununu yıxdı yerə. Yəni artıq bu çadırın yiyəsi yoxdur. Onda Həzrət Zeynəb salamun aleyhə hayqırdı ki, aman tənhalıq, yalqızlıq əlindən. Yəni artıq başladı, əsillik başladı. O vaxta qədər bu ümid var idi onların nəzərində. Bu qədər əhəmiyyətli idi, bu qədər mühüm idi. Nəsə demək istəyirsiniz? Tamam. Abbas əleyhissalamın xasiyyətlərindən birini mən istəyirəm nəzərinizə çatdırım. Dörd qardaşı var idi səhvələməsə. Özü ilə dörd. Üç qardaşı özü var idi. Onları özündən qabaq döyüşə göndərir. Bu göndərir sözü ki var. Bu qardaşları necə tərbiyə eləmişdi ki, bu göndərirdi, bunlar da gedirdilər şəhidliyə. Sevə-sevə. Əvvəlfəz əleyhissalam, İmam Hüseyin əleyhissalam üçün necə idisə, qardaşları da elə tabi idilər ona. Deyir ki, siz gedin, mən elə-belə şəhid olmaq istəmirəm. Mən istəyirəm Hüseyin kimi sinəmə dağ dəysin sonra gir. Bilirsiniz nədir bu? Mən Kərbəla hadisəsini bəlkə də biraz gülünc görünəcək, amma başqa söz tapmıram. Şəhadət yarışı hesab edirəm. Şəhadət müsabiqəsi. Yəni, hamı çalışırdı ki, mən necə şəhid olum ki, mənim şəhadətim samballı olsun. Həm şəhid olum, həm də siz demişsən, samballı olsun.
Baxın təsəvvür İmam Hüseyn əleyhissalam təxminən Mədinədən çıxandan bir 4 ayda proses başlamışdı. Yarım illik bir prosesdir. Yarım illik bir cərəyandır gedir və bir nəfəri də aldatmamışdı İmam Hüseyn gedirik Kufəni alt üst eləyə, Yezd devrə. Hamıya hər mənzildə eşitdirirdi. Ölməyə gedirik. Ölməyə gedirik. Hətta yolda neçə nəfər ayrıldı ki, deyəsən qələbə əhval-ruhiyyəsi yoxdur da ölməyə gedirik. Nəinki özü ölümünə hazırlayırdı. İmam Hüseyn əleyhissalam prosesləri bilirdi. Yazır ki, bir də kaş belə bəhs olaydı. Bir dəfə İmam Hüseyn əleyhissalamın bu Aşura hadisəsində söylədiyi qeybi elmlər, qeybi xəbərlər çox maraqlıdır. Məhəmməd Hənəfiyyə ilə Abdullah ibn Cəfər. Abdullah ibn Cəfər gəlirdi Həzrət Zeynəbin yoldaşı. Ki, bəs mən sənin üçün hakimiyyətdən amannamə alaram da, sən getməli, tələsmə. Almışdı da acı. Qaydanda imam buyurur ki, yox, lazım olmadı. Deyir, niyə? Deyir, Rəsulullah gördüm. Mənə dedi ki, sən bu yol getməlisən. Yuxuda gördüm demədi. Rəsulullahı gördüm. Yuxuda gördüm demədi. Və bu yolu başlayırlar getməyə. Əli Əkbər əleyhissalam mənzillərin birində İmam Hüseyn əleyhissalama sual verir. Sualı başlayanda adam elə bilir ki, bu sual bundan bəhs eləyəcək ki, sən niyə bu qədər ölümdən danışırsan? İmam başlayır, İmam mürgülüyür və deyir ki, hatifi qeybini gördüm, deyir ki, bu karvan ölümə doğru gedir, şəhadətə doğru gedir. Yəni, tamam dünyəvi marağı söndürür də, bir nəfər dünyəvi marağı gəlməsin. Hətta Ubeydullah ibn Hürdə qılıncın atın verəndə nə deyir? Lazım deyil. Niyə lazım deyil? Çünki söhbət o söhbət deyildi ki. Üzr istəyirəm, Səhifə-i Səccadiyyənin 27-ci duasında orada bir yeri var onun. İmam Səccad əleyhissalam deyir, əskərləri dua eləyəndə. Deyir ki, Allah, onlar düşmənlə üz-üzə gələndə onların qəlbindən dünya məhəbbətin çıxart, övlad məhəbbətin çıxart, bütün dünyaya bağlılıqların hamısını o əski düşmənlə üzə gələndə çıxart. Bunu İmam Səccad əleyhissalam dua edir ümumi əskərlərə. İmam Hüseyn əleyhissalam da siz dediniz, o idi də dünyadan qıra-qıra aparırdı. Abbas əleyhissalamın timsalında biz bir travmanın da həllini tapırıq. Bilirik ki, İmam Hüseyn əleyhissalamın dövründə İmam Hüseyn ağanın əmrisi oldu. Abdullah ibn Abbasın kiçik qardaşı Ubeydullah ibn Abbas satqın çıxdı. Onu pulla aldılar. 1 milyon, 3 milyon dirhəmə aldı Muaviyə. Belə milyarda olsun. Özdə elə vəziyyətdə aldı ki, hətta çox həssas oğlunu Muaviyyənin qoşunu şəhid eləmişdi. Çox həssas. Özü də sərkərdə idi. Əsas sərkərdə idi, qoşun başçısı. Bu dad qalmışdı Əməvilərin damağında. Şimdi göndərdilər, sən Həzrət Abbasın anasını yeni qəbul edənsən, ged amannamə apar. Amannamə apar, qəbul eləyər, Hüseyin tək qalar, sınar. Qəbul eləməz, heç olmasa bir travma verərik bunlara, bir əziyyət vermiş olarıq. Və Əbəlfəz əleyhissalam ona cavab vermir. Yes, almır da səhvərin əmanı. İmam Hüseyin ağa buyurur, cavabını ver, fasiq də olsa. Bəli. Cavabını ver, fasiq də olsun. Gəlir cavab verməyə, cavab da ay mən eləmərəm, bir kəlmə deyir. Allah sənə də lənət eləsin, gətirdiyin amannaməyə də lənət eləsin. Yəni, sənin gətirdiyin o həyat sığortası məlundur. Məlundur, lənətlənmişdir. Mən onu qəbul edə bilmərəm. Və buradan, indi hamımız kişi xeyli ağırdır. Buradan Əbəlfəz əleyhissalamın ürəyinə necə dağ çəkilir. Ki, bu nə idi məsələn? Niyə mənə? Niyə mənə deməkdir? Ən əsas sərkərdəsini təhqir eləmək istədilər. Onlar ki, yəni, sən ala bilərik, sən satıla bilərsən. Bəlkə də Allahın bir dənə eşiymişsəydi, o siz deyən mövzunu, İmam Həsən əleyhissalamın dövründə vurulan o zərbəni Allah Teala bununla təmizlədi. Əbəlfəz əleyhissalamın əli ilə təmizlədi. Siz danışanda bir şey yadıma düşdü. Kərbəladan qabaqki hadisədə Əbəlfəz əleyhissalamın. Deyir, Əli əleyhissalam Şufiyə hakimiyyətə gələndə, sonradan Əbəlfəz əleyhissalam ailə uşağı götürür, gətirir. Gəlir Şufiyə yaxınlaşır, bir dənə məktub yazır Əli əleyhissalama göndərir ki, gəlmişik Şufənin yaxınında o gecə daxil olacaq Şufiyə. Gecə gəlirlər, qaranlıqlayandan sonra Şufiyə daxil olurlar.
deyir əleyhissalam ki, niyə gündüz gəlmədiniz? Deyir, ata istəmədim bacım Zeynəbin kecavəsinin ölçüsün Kufə cəmaatı görə. Özdə o həmən əmənnamə söhbətində Həzrət Abbasın cavabının bir hissəsini siz dediniz. O birisi hissəsində də çox maraqlı bir cavab edir ki, Allah lənət eləsin əmənnaməyə, sənə əmrində. Deyir ki, sən deyirsən ki, biz ağamız, seyyidimiz, qardaşımız Hüseyin İbni Fatiməni tərk eləyək və lənət olunmuşların övladlarının hakimiyyətinə gələk. Yəni orada elə bir cavab verir ki, yəni biz hardayıq, siz hardasınız? Bir hissəsində də onun özünü ayırtmağa yönəlik bir söz deyir. Deyir ki, Peyğəmbər balası amanda deyil. Mən amandayım. Bəli. Onların dininə qaytarırdı onları. O ziyarətnamada da var ki, sən yaxşı nəsihət elədin onlara. Yəni onları qaytarırdı öz vicdanlarına, insanlıqlarına. Amma Musa Peyğəmbərlərin cadugərlərə qədər də olmadı bu məlumlar. Onlar ki, 5 dəqiqə bundan qabaq deyirlər, and olsun Fironun izzətinə. Və 5 dəqiqə sonra Firon dedilər ki, nə edirsən, elə bizə təsir yoxdur. Bunlar onlar qədər də olmadılar. Halbuki Həzrət Əbbas əleyhissalamda, İmam Hüseyin əleyhissalamda hər an hazır onlara hidayət eləsin. Necə ki, bu gecənin timsalında müharibə olmalıydı, amma səhər hür tövbə eləməliydi, hidayət olmalıydı. Bu gecə müharibə qoymadı olsun İmam Hüseyin əleyhissalam. Sabah gözlədi. Hətta Ömər Sədə də təklif elədi. Sən bu işdən imtina elə, mən sənin dünya və axirətini düzəldirəm. Reyim bağın sənə beşdə verir. Bəli, amma görünür ki, biz ki deyirik, məsələn, Hürr əleyhissalamın tövbəsi nədən oldu, cavab gələn. Məlum o ki, insanın özündə bir təpər olmalıdır. Ömər Sədə təklif olundu da. İbn-i ibn Hürrə dedi, sən nə qədər cinayət... Quran demir Seyyid, Azalikəl kitabul arəbə fi hudən lil muttəqin. Quran təqvalını da, təqvalını hidayət edirsə, yəni belə bir şey içərisində onun özünün olmalıdır. Vaizin min ən nəfsihdir, ya min nəfsidir. İnsanın öz daxilindən bir vaizi olmalıdır, bir qəbul edicisi olmalıdır. Bəli, Hacı bir də Seyyid toxundu o məsələyə. Həzrət Əbu Əlfəz ağa nə qədər ki, İmam Hüseyin əleyhissalamın yanındaydı. Ümumiyyətlə də bir çıxış eləsin, bir din izah etsin insanlara falan. İndi düzdür, bir Məkkədə oxuduğu həmən xütbəni... O da sənəd baxımdır. Tam dolğun deyil. Laf olsun, bəli. Sözlər Əbu Əlfəz ağanın sözləridir, yəni onu deyər. Bəli. Amma məsələ orada mənim yadıma düşdü, deyir ki, Həzrət Əmirül-Müminin nə qədər ki, Peyğəmbər sağ idi, heç vaxt suallara cavab vermədi. Kimsə ondan gəlib bir şey soruşan, deyir, gələk Peyğəmbərdən soruşaq. Bu, həm də ədəbdir də, ədəb qoyur. Yəni, o ədəb, ilahi ədəb ki, insanda oldu, o həqiqətən də insanın əlindən tutur. Elə Hürrü tövbəyə vadar eləyən, tövbəyə gətirən onun ədəbi olmadı. İmam Hüseyin əleyhissalam Hürrə deyəndə ki, Səkələt qavumluq. Samadir, şeydir də, mən deyəndə ki, mən Zəhra balasıyam, məni tanımırsan. İmam Hüseyin əleyhissalam gördü ki, Hürrün əhvalında dəyişiklik oldu. Qayıtdı, gəldi, dedi ki, Hürr hidayət olacaq, tövbə eləyəcək. Niyə? Dedi, onda o insanlıq ölməyib. Mən anamın adını çəkəndə onda dəyişiklik oldu. Özdə söyüş də döyüldü, təhqir də döyüldü. Sən öləsən, anam matəmində alasın. Amma hərçənd ki, Həzrət Hüseynin anası artıq dünyadan keçib, Hürr dedi ki, mən sən anamı hörmətdən başqa ifadə ilə gətirəm mənəm. Bu ədəb və çox maraqlıdır. Quran-ı Kərimdə 2 yerdə qəlbin paklığından söhbət açılıb. Hər ikisində də görürük ki, ilahi ədəbə riayət olunan yerdədir. Biri Səfa Mərvə dağından söhbət açır ki, onlar Allahın şüarları. Zalikə və mən yuazzim şairəllah fəynəhu min təqvəl qulub. Kim Allahın şüarını təzim etsə, hörmət etsə, o deyir, qəlbi pakdır ona. İlahi nişanələrə hörmət etsə. Yəni, bu mühüm bir sözdür. Yəni, insan hətta məsələn fasik olur da fasik olur, bəzən görürsən günahkar olur. İnsanlıq halı da günahkar olur. Amma bəzi insanlar var ki, o
o həddi heç vaxt məsələn aşmırlar. Məsələn, ağ valideyn heç vaxt olmurlar. Qırmızı xəttləri var. Ya məsələn böyük qardaşın, hətta böyük qardaşın məsələn üzünə ağ olmurlar. Müəlliminin üzünə ağ olmurlar. Bir ədəb ərkanı var. Hər Aşura hadisəsi qırmızı xəttlərin tapdandığı hadisə. Bəli. Yəni məsələn Ramazan gələndə bu adam içki içmir. Bəzi günahlardan çəkinir. Məhərrəm gələndə məsələn içki məclislərinə getmir. Nə bilim o bəzi getmir, olmur heç çox vaxtda deyə bəli. Yəni bu ədəbdir də. Bu ədəbə riayət olunsa. Sonra Qurani-Kərimdə digər məsələsi Peyğəmbər oğlundan hörmətdir ki, buyurur Peyğəmbərin yanında səsinizi ucaltmayın. La tərfə asfatakum fawqa sawti. Sonra deyir ki, kim Peyğəmbər yanında səsini boğsa, yavaş danışsa, o kəslərdir ki, Allah onların qəlblərini imtihan edib doldurub. Doldurub onların qəlblərini. Yəni, hər ikisi hörmətlə bağlıdır, ədəb-ərkanla bağlıdır. Həzrət Əbülfəzin o su içməməsi məsələsi də məsələn o ilahi ədəbə necə riayət eləməsi. Yəni orada ən böyük ilahi ədəb, o ədəbə riayət eləməkdir. Adətən biz də məsələn suyu əvvəl təklif elərik, suyu əvvəl verərik, suyu belə də məsələn bu cürə ki, orada məsələn o özü də böyük bir dənə şeydir. İndi o sözdə, o danışıqda orada nə olub, nə baş verib ondan. Amma belə baxanda qıraqdan bir var məsələn gedib biri indi hamı burada susundan yanır. Lap elə biz elə bir məsələn mən getmişəm suyu gətirməyə məsələn siz oturmuşsunuz. Mən orada su içəndə istər-istənməz keçər sizin ürəyinizdən elə ki, baxa, yəni həqiqətən adam baxar, məsələn, biz burada susundan yanırıq, o hələ içir orada. Baxmayaraq ki, hələ o içsə, məsələn də bizim xeyrimizədir, gətirdiyin suyu biraz özü orada içəcək, amma bu yandan içməyən də ki, özü gəldi, məsələn, neynədir, görürsən, məsələn, gedmirsən bir yerdə, məsələn, sənə yeri yoxdur, həyaq ustasan. 2 nəfər də durur, gəlir sən oturtmasalar da, oturda da bilməsən, səndən həyaq usta qalır. Bu ədəbdəndir də o işlər. Məsələn, o su içməmək də özü o qədər susuzlar ola, o da ən böyük elə o təcəllisi onun o ədəbə riayət eləməkdir ki, o da Əbülfəz əleyhissalamdan baş verər də. İstəyirdim ki, tamaşaçılar Ərbəyin yürüşünü xatırlasınlar, başa düşsünlər. Həzrət Abbasın o vaxtki susuzluğu hansı səviyyədə idi. Ərbəyin yürüşündə ki, hər an suya ehtiyac olur. Hətta suyun özü belə ateşi söndürmür, susuzluğu yatırdırmır. Niyə? Həm də yürüyürsən, enerjidir. Bir də döyüşəsən zirehli geyimdə, zalimlarla döyüşəsən 1 deyil, 5 deyil, 50 deyil, 100 deyil və bu qədər şiddətli susuzluqla daxil olasan fərata. Yəni, refleks də olsa adamın əli gedər suya bir dodağına su vurar. Üzünə bir su vurar. Özdə deyir, əlinə ki suyun sərinliyi dəydi insanın, o istər-istəməz gedir datsın da. Amma Həzrət Abbas əleyhissalam deyir, mən eşqimə xələl gətirmərəm. Bu eşqin yanğısı suyun sərinliyindən mənim üçün çox qiymətlidir. Yəni, o daha sərindir. İslam əslində, İslam necə xasiyyətlidir. Kimi üçün İslam acıdır. Əksəriyyətimiz İslamı fiqh hökmləri necə hesab edirik? Dədə var, orucluq gəldi. Çətindir, nə bilim, xumus ver, həccə ged, oruç tut filan. Şimdi görsən biləyəm, filmə baxsan, şirin yerində əzan verilir. Hətta namazı qıl filan. Yəni, film yaxşı deyil, yeməyin şirin yerində məsələn əzan verilir. İndi bu günah eləmə, ibadətləri elə, bunlar üçün necə şirindir ki, onların qolu kəsilir, dayanmırlar, yox, şövqünə. Mən bir söz deyim, hacı. Bu Ridənbiqə Daiq var, İmam Hüseyin Sələm buyurur, ilahi, razıyam sən razılıq, ya ayə ki var, radiyətən mərdiyyə. Mənə elə gəlir ki, biz onu biraz düzgün izah eləmirik. Biz deyəndə söhbət vaizlərdən gedir. Biz Allahın bəlalarına razı olmaq deyəndə biz onu yaxşı da razıyam. Bu kimi sanki qələmə verir. Bir böyük alimlərdən biri deyir ya biz onu başa düşmürük, ya da İmam Hüseyin əleyhissalamın sözüdür. Biz başa düşəndən minnət iyi gəlir. İmam Hüseyin əleyhissalamda minnət qoyan adam deyirdi, özdə Allaha. Oradan deyir minnət iyi gəlir, biz başa düşəndən.
Ona görə deyə də bilmərik ki, məsələn, bunu İmam Hüseyin deməyib. Çünki mötəbərdir, məşhurdur da. Deməli, onun o sözün özün biz başa düşmürük dərkən. Bəli, biləm, o razıyam birisi nə deməkdir? Razıyam o demək deyil ki, qaniyəm, dinmirəm. Razıyam, elə mən bunu bəyənirəm. Elə xoşuma gələn budur. Razıyamla qaniyəmdən, razıyam qaniyəm mənasını işlədəndə onun qərinəsi olur. Onun əlaməti olur. Bir var ki, məsələn, mən deyirəm ki, mənim təklifim budur ki, gəl bu verilişdə bunu belə eləyək. Sizin də məsələn, xoşunuz gəlmir, vaxtınız yoxdur da. Yaxşı, razıyam, razılaşın. O təslimdir də. Təslimdən rıza. Əksinə razıyam, elə xoşum gəlir. Davam elə. Belə yaxşıdır. Davam elə. Belə yaxşıdır. La məbudə sivak. Sonra ya müstəhdir. Bu da səndən deyək. Köməksizlərin köməyi. Və bu nöqteyi nəzərdən Həzrəti Əbbas əleyhissalam da elə bir İmam Hüseyin əleyhissalamın mürşidi idi də, bağlanmışdı ona. Allah Taala'ya İmam Hüseyin əleyhissalamın o kanaldan, o hidayət yolu ilə gedirdi və nəticə də oldu ki, İmam Zeynəl Abidin əleyhissalam buyurur, Allah rəhmət eləsin əmim Əbbasa, Allah Teala ona Cəfər-i Təyyar kimi 2 qanad verəcək ki, cənnətdə pərvaz edəcək. Pərvaz edəcək, yəni bu cənnətdəkilərdən yüksəkdədir. Cənnətdəkilərin hamısı o cür pərvaz edə bilmir, yəni daha yüksəkdədir. Təsadüfü deyil ki, İmam Hüseyin əleyhissalam siz bəzi mövzular var, biz onun izahını tapa bilmirik, alimlər izah edə bilmirlər. Amma sözün əzəməti qarşısında təslim olmadan başqa çarə tapılmır. Sənədi düz bir nəfsiyyəntə nə deməkdir? Canım sənə qurban nə deməkdir? Necə bir imam feyz verdiyi bir rəiyyətə desin ki, canım sənə qurban. Həzrət Əbbas əleyhissalam nə əzəmətdədir ki, İmam Hüseyin tək Əbəlfəz əleyhissalam da məsum ona deyib, canım sənə qurban. Nə əzəmətdədir, hansı əzəmətdədir ki, İmam Hüseyin əleyhissalam canını ona qurban verməyi zay olmaq hesab eləmir. Yəni, harmoniya var, vəhdət var. Ki, imam deyir, canım sənə qurban. Və bir var ki, məsələn, Peyğəmbər deyir qızı Fatimiyyə, salamünə aleyküm, ikisi də məsumdur. İkisi də oradadır. 14 məsumdan biridir. Bir də var ki, özdə hər hansı bir məsum yox. 14 məsumdan biri. O şəxs ki, baxın, Peyğəmbər sallallahu aleyhi və aleyh öz risaləti dövründə ən xalis şəhidləri, tərəfdarları neçə nəfər olar? Məsələn, neçə Üveysimiz var, neçə Əbu Zərimiz var, neçə Əmmarımız var, neçə Salmanımız var. İmam Hüseyin əleyhissalam 72 nəfəri götürdü xalisanə çatdırdı cənnətə. Bu işin hidayət və irşad nöqteyi nəzərindən əzəmətinə baxın. 72 nəfərin həyatını gül kimi elədi apardı cənnət ki, Əli əleyhissalam siffinə gedəndə deyir ki, ey torpaq, sən necə torpaqsan, nə qəribə torpaqsan ki, səndən kişilər qalxacaq ki, haqq hesabsız cənnət edəcəklər. Nə qoxuyur torpağı. 2 rükət namaz qılır, ətrin qoxuyur. Kərbaladan keçəndə. Ağına, münaxırı, qırıqqa və məsariyə uşaq. Bura aşiqlərin qətligahıdır. Aşiqlərin qətligahı. 23 il qabaq təxminən. İndi maraqlı budur. Bir insan, bax, hər birimiz özümüzə baxırıq da, bağışlanmaq, paklanmaq, şəhid olmaq, aşiqanə şəhid olmaq, arifanə şəhid olmaq məhər asan bir şeydir və yaxud məhər sadə çətinliklərdən biridir. Ağla sığmaz çətindir də. Yəni, hamımızın ümidi budur ki, inşallah Əhl-i Beytin şəfaətindən Allah bizi bir təhər eləyərdi orada. İmam Hüseyin əleyhissalam 72 nəfər arif aparır cənnəti. Həqiqətən İmam Hüseyin əleyhissalama Allah elə bir əzəmət verib ki, yəni ona qismət edib də Allah Teala, digər məsumlara qismət eləməyib. O deyirlər, niyə başqalarını ağlamırsınız filan bəsməkə? Başqalarını ağlamırsınız nədir? Görün kimin həyatında bu var? Görün kim, hansı imam gedib, məsələn, bir dənə Ubeydullah ibn Hür kimi günahkara desin ki, mən səni bağışlatdırıram, gəl gedək mənimlə, öl səni bağışlatdıracam. Və yaxud İmam Hüseyin əleyhissalam dövründə bir şair var idi, adı indi qalsın, Həllən-qəlləm şair idi. Yəni, hər nə eləyirdi. Evet.
Zaman zaman görürdülər İmam Hüseyin sallam getdi, onun evin qapısına bir şey gördü, ya ona bir şey verdi. Dedilər, ayıbdır sən. Bu, nədir sən bunun qapısına gedirsən? İmam buyurdu ki, olmaz. İmam hesablanmışdır ki. Kərbəla hadisəsi olanda İmam buna dəvət göndərmədi. Bir-iki nəfər buna dedi ki, gəl gedək Kufiyə də, gecə gündüz sənin qapıva yemək qoyub, sənin cibə pul basıb, gəl gedək, özündə şair adamsan, 1000 lirə hoqqa vermirsən, gəl gedək Kufiyə. Kufiyə gəlir yoldan qadirdir, Allah saxladı məni ölümdən, aparırdılar mənə əməlli başdı, şükür Allah ölmədi. Haşir hadisəsi baş verdi. Haşirdən sonra da şükür edə Allah'a ki, görsən, gedib öləcək. İllər keçir hadisənin üstündən ki, İmam Hüseyin sallam, İmam bilirmiş də, məsələn, bu məndən 5 metre qorxağım bildi, bunu Kərbəla yaparsan, bu üzü rüsva ellər, yəni qaçar məsələn döyüşdən nəsə olur, amma hesablamışmış. İmam da onu təkid eləmir. Elə adam var ki, onu təkid edir də, gəl. Onu təkid eləmir. Günlərin bir günü Hişam ibn Əbdülməlik, Allah hər ikisinə lənət eləsin, vəliəhdi, hələ Əbdülməlik saldı, Mərvanədə. Gəlib Kəbəni təvaf eləməyə. Nə qədər cəmaata Fərəzdəqdən danışırsan Seyid. Qışqırırlar ki, nə qədər cəmaata qışqırırlar ki, kişilər çəkilin, vəliəhd gəlir, deyirlər biz təvafımızı yarda qoya bilmərik, poza bilmərik. Yol vermirlər Hişama. Hişam məcdə oturacaq qoyurlar, oturur orada. Bir də oturmuşmuş, bir də görür ki, bir dənə arıq, cılız, belə bir dənə ağ köynəyində bir kişi gəldi və bunun asta-asta yeriməklə bütün cəmiyyət aralandı. Bütün cəmiyyət. Kişi təvaf elədi, gəldi, Həcərül Əsvədə əlini toxundurdu. Açıldı hər tərəf, rahatçılıqdır. Yanındakıda bir işləmə sual verir ki, bu kimdir belə? Nə qoşunu var, nə eskortu var, nə dəstəsi var. Bu kimdir belə arıqcılız, belə də əzgin. Şamda gördü ki, desəm tanıyacağım. Tanımıram, tanımıram. Bu şair oradaydı. Fərəzdək. Dedi, tanımırsan. Kəbə bunu tanıyırsan, bunu tanımırsan. Bətha bunu tanıyırsan, bunu tanımırsan. İmam Zeynalabdin Əleyhisselam idi o. Atdılar Fərəzdəki şairi zindana. O qoca vaxtında. Yəni İmam Hüseyin Əleyhisselam hər kəsin şəninə layiq bir vəzifə vermişdi ona. Hər kəsin şəninə layiq bir vəzifə vermişdi. Həzrət Zeynəb salamları ki, o dözümlərə dözməli idi. Bir xanım üçün, yəni Həzrət Zeynəb salamları saçın yolu səhraya düşüb dəli divan olsaydı, hamı haqq verərdi ona. O müsibət tərsi görmüşdü. Heç balaların adını çəkmədi heç vaxt. Tarixdə bir dənə yerdə yoxdur, Həzrət Zeynəb desin ki, balam. Həzrət Rübab haqqında ki, çox deyirlər, belə yazırlar şairlər. Mən məktəllərdə görməmişim. Ancaq İmam Hüseyin alıyıb. Bir il yaşayıb İmam Hüseyindən sonra, Həzrət Zeynəb də o da bir ildən sonra dünyadan köçüb. İmrə Əl-Qeysin qızı idi, böyle şair var idi. Onun qızı idi Rübab salamları. İmam Hüseyin salam neyiniyir? Əlin qoyur Həzrət Zeynəbin sinəsinə deyir ki, bacı, aram var, sakit ol. Və Həzrət Zeynəb də kiçik şəxsiyyət deyildi. İmam Hüseyin Əsələm Həzrət Zeynəbin namazında nə görmüşsə deyirdi ki, bacı namazında məni dua elə. Gecə namazı. Gecə namazında məni dua elə. Yəni imam onun gecə namazında dadlı bir şey görüb. Məsum imam. Görüb nələrsə var orada ki, elə belə namazlardan deyil, elə belə dualardan deyil. Ya İmam Zeynəlabdin ağa deyir ki, ənti bihəmdillah alimətin qayri müəlləmə, sən Allaha şükür sən bir öyrədilməmiş aliməsən və maraqlı ki, alimlərdən biridir, Həzrət Zeynəbin ləqəbi Əqilə-i Bəni Haşimdir. Və Əqilə-i Bəni Haşim müənnəs deyil, qadın cinsi deyil, Əqilə Əllamə kimidir. Yəni çox aqil, çox müdrik, çox müdrik. Və gəlmişkən o Yezidin məşhur şeiri ki var, deyirlər, Yezid deməyib öz-özdən qondarırsınız, babalarım görsünlər mənim hərəkətlərim filan. Həzrət Zeynəbin xütbəsində məlum olur ki, o sözü deyib. Deyir, Yezid, vaxt olacaq, peşman olacaqsan, deyirsən ki, kaş görməyəydilər mənim hərəkətlərimi. Kaş olmayaydı bu hərəkətlər. Məlum olur ki, o sözü deyib o məlum.
Mən düzdür indi tamam keçdi, bəli keçib, amma indi aşura gecəsidir. Mən bir şeydə istəyirəm azı toxunum sizin. Həzrət Əbəlfəzl Abbas ki şəhid olur. İmam Hüseyin Əsəlam deyir, əlini atıb belini tutur, oturur yerə, əl-an inkəsərə zəhri, indi belin qırıldı deyir. Qəlləti xiləti. Bütün hər şeyim şey. Yəni Həzrət Abbas tək özü necə bir qəhrəman orduya bərabər idi ki, İmam Əleyhisselam onu bir ordu hesab eləyirdi və bir ki, sən öləndən sonra indi belim qırıldı. Yəni başqasının şəhadətində rastıma gəlmir, bilmirəm. Mənim yadımda deməyib. Qəlləti xiləti inkəsərə zəhri Əbəlfəz ağadan ancaq. Amma İmam Zaman ağadan rəvayət var ki, soruşurlar. Yəni Kaşifə digər rəvayət soruşurlar ki, ağa hansı rozalarda iştirak edirsən? Əbəlfəz ağadan, Həzrət Abbas olsun. Yəni mənə Həzrət Abbas lazımdır. O cür. Ziyarətnaməsinə baxın. Əşhədü ənnəkə ləm təhin və ləm tənkul. Abbas şəhadət verirəmişsən, səhlənkarlıq eləmə, tənbəllik eləmə. Birisi nə sözdür? Bizim 90% problemimiz bu ikisindəndir. Çox sağ olun Hacı, təşəkkür edirəm siz. Allah əcr versin inşallah. Allah qəbul eləməsin. Amin ya Rabbel alemin inşallah. Esselamu aleykə ya Əba Abdillah və aləl ərvahilləti xallət bifinaik. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته. Allah kabul etsin. Allah kabul etsin inşallah.